Vaxtınız xeyir, əziz tamaşaçılar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Ay, xoş gəlmisiniz. Buradakı tamaşaçılarımız, plakatlarınızı qaldırın, görün o gənclər hardan gəliblər. Göyçay, Qobustan, ora nədir? Uşaqlar aşağı... Göranboy, Qazax, Yevlax, Şirvan. Xoş gəlmişsiniz uşaqlar. Bir alqışlayın, gəncliyin enerjisini hiss edək. Xoş gəlmişsiniz bir daha. Dəyərli münsiflər heyətimiz öz kürsüsündə əyləşib. Respublikamızın xalq artisti, xalqımızın sənətkarı, nə yaxşı ki varımızdır dediyimiz sənətkar Afaq xanım Bəşir qızı aramızdadır. Respublikamızın əməkdar artisti, alicənab, səmimi, mədəni, insan kimi insan, bu şəhərdənin obrazdan obraza girən, hər bir obrazı xüsusi peşəkarlıqla canlandıran, bir daha deyirəm, Respublikamızın əməkdar artisti Coşqun Rəhimov aramızdadır. Respublikamızın əməkdar artisti, Şən Gəncin ən dəyərli, ən gözəl simalarından biri, bu şəhərdənin döynən ürəyi Rafael İskəndərov aramızdadır. Aramızda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəyərli bir nümayəndəsi var. Qazax güləşində Avropa çempionu, dünya mükafatçısı Şəhanə Alməmmədov aramızdadır. Xoş gəlmişsiniz. Və bir təqdimatım da var ki, hər kəsin sevimlisi, Şən Gəncin ən dəyərlisi, münsiflərin gözü, bəbəyi, ən çox istədiyi, tamaşaçıların bəhbəhlə izlədiyi, verilişin aparıcısı mən Aysel Ömər də buradayam. Bu sözlə məncə Afaq xanım razı deyil, amma eybi yox. Niyə? Baxışları ilə bildirir. O tekstili Afaq xanım yazıb verib sənə də. Hə, o mənim beynimə həkk olmuş. Sənin təqdimatıdır. Xoş gəlmişsiniz. Səfa gətirmişsiniz. Birazdan mən sizlə danışacağım, soruşmaq istəyirəm. Qazax güləşinin digər güləşlərdən fərqi nədir? Niyə məhz Qazax güləşi? Və bir də əsas ən pəhpəhli sualımı da verəcəm, onu birazdan saxlayıram. Onlar birazdan danışarıq. Verilişimizə bugün bir qonağımız gəlib. Bu şəhərdə səhnəsində, konsertində görmüşdünüz onu. Düzdür, onu efirlərdən də görürsünüz, amma bu şəhərdəki çıxışı xüsusilə qarşılanmışdı. Qazaxdan bir qonağımız gəlib. Balaca qonağımız var. Saz boyda olan qonağımız var. Özü elə sazı boydadır. Cavid Abbasov gəlib. Xoş gəlmişsən Cavid. Gözlə. Cavid, xoş gəlmişsən. Xoş gördük Aysel xanım. Necəsən? Yaxşıyam, çox sağ olun. Cavid, ən son 8 yaşın var idi. Böyümüsən də yəqin ki, mən səni görəndə. Neçə yaşın var? İndi 10 yaşım var. 10 yaşın var, ay maşallah. Maşallah gününüz olsun. Yaxşı, indi Cavid, mənə nə... Saqqal deyə o, saqqal. Elə mən onu ruhu ağsaqqaldır onun. Mənə nə həsr eləyərsən, mənə nə deyərsən? Səni sevdiyimi heç kəs bilməsin. Axı dilə düşər, dodağa düşər. Təzəcə yaranan bu sevgimizin sədası yaxından uzağa düşər. Alışıb dönməsin külə sevgimiz, bacaraq qoymayaq ölə sevgimiz. Tər qönca kimi də hələ sevgimiz, qorxuram soyuğa, sazağa düşər. Özüm Qazaxlıyam, şıxlıdır elim. Özüm Qazaxlıyam, şıxlıdır elim. Bil sənə bağlıdır eşqim, əməlim. Gələcəm yanına darıxma gülüm. Bir gündə yolumuz Qazaxa düşər.
bir gündə yolumuz qazağa düşər. Gələcəm yanına, gəlmirsən. Neçə şeir bilirsən təxmini? Təxmini 100-500-un. Oo, 105 dənə. maşallah, maşallah. Maşallah kimizin. Nə deyim? Yaxşı, Cavid, əsəbləşəndə nə deyirsən? Biri sənə pis söz deyəndə. Pis söz mən demirəm. Neynəmirsən? Pis söz mən demirəm. Demirsən? Yox. Yaxşı. Onda buyur, müsiflər heyətimiz üçün də nə hazırlamısan təqdim elə? Xoş gördük, hörmətli, dəyərli, gözəl insanlar və gözəl tamaşaçılar. Azərbaycan xalqımızın hörmətli, dəyərli insanları. Hər birinizi bu gözəl gündə xoş gördük. Allah sizləri var eləsin, Allah sizləri qorusun. Bizi gözəl, dəyərli vaxtlarından ayırıb televiziya qarşısından izləyən hər kəsə minnətdarlığımı bildirirəm. Və gözəl Azərbaycan xalqımızı bir daha salamlayıram. Məni bu verilişə dəvət eləyən, əziyyəti olan, əməyi olan hər kəsə mən minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sözüm var, ayaq saxla bir. Qaşlarına tərif yazım, ay gözəl. Götürüb sazımı tuğyan eylərəm, deyim dastanını özüm, ay gözəl. Şirin sözündən çəkmərəm gözümü bir an üzündən. Ey məhəbbət axdıqca ala gözündən, sevincdən yaşardı gözüm, ay gözəl. Gözəl şairimizə, böyük üstadımıza. İncəl kərəməm, dindirdim sazı. Açıldı o gündən ömrümün yazı. Tərif eylərəm bir özcə qızı, sən oldun söhbətim, sözüm, ay gözəl. Sən oldun söhbətim, sözüm, ay gözəl. Allah bir daha böyük üstadımız Aşıq Kərəm İncəliyə rəhmət, sizlərə can sağlığı versin. Gözünüzə su verin. Görsən mi? Maşallah.
O boyda saz söz elinden gelirsiniz bir tane. Değer ayrı. Dinizə görə minnətdaram və təşəkkürümü Ay, edirəm. Cavid, ay Cavid. Mən de sən sazla ifa edərkən, mən burada bədahətən yazdım şeir onlar üçün. Səndən çox xahiş edirəm. Müşahiət elə, mən də deyim də. Olar. İndi sənə qədər niyə? olmasa da. Olar. Buyur. Müşahiət səndən, şeirlər məndən. Başla. Mən görmüşəm zəmanənin gərdişin, öyrənmişəm aparıcılıq vərdişin. Afaq xanım, bəziyirsiz verilişi, siz olmayan yerdə mənim nə işim? Aday kurban olun. Yüreğimin nişanı. Ürəyindən vur. Gəl apar qəlbimi yerindən qopar. Sağ deyil. Aysel hara getsə sizi də tapar. Rafael bəy, məni də otoya apar. Siz olmayan yerdə mənim nə işim? Sağ ol. Değerli kalem. Bakın değerli kalem. Sabıra bilmərəm. Ayağım verilişə gəlir çox ağır. Salmıram verilişdə mən çağır bağır. Coşqun bəy, nə olar məni də çağır. Siz olmayan yerdə mənim nə işim? Sağ ol. Ağlayarıq az, indi ağlayarıq az. Eləmirəm mən verilişi zay müdür. Sən günəşsən, mənsə göydə ay müdür. Aysel sizə qurban olsun ay müdür. Amin, Siz olmayan amin. yerdə mənim nə işim? Necəydi? Necəydi Cavid? Əla. Alnar. Yaxşı idi. Bəlkə duet oxuyaq. Deyə. Allah Deyə. ya, İndi işimiz yoxa gücümüz. gələn dəfə. Cavid'i alqışlayanlar buyursun. Yaşasın Cavid, Cavid, Məni alqışlayanlar, Çox sağ olun, məni bəyənənlər, mənim şeirimi, qəzəlimi bəyənənlər nə Quran oldu? haqqı bu uşaq Məni Allah verirsə, Bu alqışlamadı. öyrətməklə zatla deyil. Çox sağ ol Cavid. Yolun açıq olsun. Mən Amin. belə başa düşürəm, sən çox sürətli böyürsən, hər il bir 10 yaş böyürsən. Allah qorusun onu. Cavid, ben de şehir demek istedim. Başla. Aha, aha. Deyin. O nedir görünen toran içinde, heç gül de bitermiş şoran içinde. Vulkana dönerem bir an içinde Aysel adlı aparıcımız olsa. 100 manat nedir ki Aysel yolunda? Dünən bizə 300 manat verməliydi, verməyib onu. 100 manat nedir ki Aysel yolunda? Aysel'e verərəm 100 minim olsa. Bu şair qəlbimin sağ və solunda 7700 dollarım olsa. Bu Gənclər Teatrında o vaxt tamaşadan idi. Çok Çok sağ ol sağ ol. Cavid, var olasın. Sizə sağ olun, ederim. minnətdaram. Allah Sağ ol. sizləri qorusun. Cavid çox sağ ol. Onda biz konsertdə Coşqundan imkanımız yox idi Cavid'i dinləməyə. Biz arkada, Burada dinlədik. burada dinlədik. Əhsən. Rafael bəy, sizi Efendim? pisləmirəm mən. Dərdimi heç kimdən gizləmirəm mən. 700 min dollar istəmirəm mən. Mənə sevginizi verin, mənim vəsimdir. Çox xahiş edirəm, dəyərli münsiflər heyətimizdə xahiş edirəm sizdən. 2 dəqiqə ərzində bu 4 bəndli şeiri yazdı. Bizim redaktorumuz Elvin Nasiri bir alqışlayaq. Sağ olsun. Teşekkür edirik. Hə, indi nə deyirsiniz? Artıq verilişimizə başlaya bilərik. Bugün artıq 2 həftədir ki, burada canlı səhnəcilər izləyirik, sujetləri izləmirik. Canlı səhnəcilər yenə də C qrupundan olan 5 komandanın canlı səhnəciklərini izləyəcəyik. Münsiflər heyətimiz hansı komandanı zəif hesab edirsə onun adını yazacaq və onunla sağollaşacaq. Elə gəlin başlayaq. Qazax elindən, Qazax obasından gəlin görək nə qayıracaqsınız?
Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm hər biriniz yaxşısınız. Demək, bizə stand-up haqqında verilən tapşırıqdan sonra biz fikirləşdik ki, görən nə haqda danışaq. Düşündük ki, qarşıdan yay ayları gəlir, istirahət başlayır. Dedik, elə qoy istirahət mövzusunda danışaq və bizim danışacağımız mövzuda elə mənim başıma gəlmiş hadisələr əsasındadır. Demək, İnsan ümumiyyətlə mən özümdən götürürəm, istirahət üçün xarici ölkəni nəyə görə seçir getmək üçün? Çünki yeni bir məkan tanımaq istəyirsən, yeni insanlarla qarşılaşmaq istəyirsən, yeni yeməklər yemək istəyirsən, dadlar, təyamlar dadmaq istəyirsən, buna görə də xarici ölkələri seçirsən. Biz də getdik Fransaya, bir dostumla bir yerdə. Getdik Azərbaycanlı bəzi insanlar var idi bizim təyyarəmizdə gedəndə. Biz onlardan soruşduq, hara gedə bilərik, necə gedə bilərik. Sağ olsunlar, bizə gözəl məsləhətlər verdilər. Düşdük elə, gəzdik oranı, buranı təyyarədən düşəndən sonra getdik Eyfel qülləsinə. Çatdıq, Eyfel qülləsinin lap yuxarı hissəsinə çıxandan sonra belə şəhəri izləyirdik. Bir də gördük gözümüzə sataşdı ki, cızılıb yazılıbdı ki, ora bəs Qazax 035, altdan Eliş buradaydı deyə yazılarımız var idi. Yəni, bu Eliş qardaşımız kimsə də Xristofor Kolumbdur yəqin ki, amma biz artıq orada şeylədik, özümüzü göstərdik və mən də dedim ki, qonşudan geri qalmaq lazım deyil. Mən də orada yazdım ki, Xaqan buradaydı. İnşallah yolunuz düşsə orada onu görə bilərsiniz. Daha sonra biz düşdük, acmışıq, yemək istəyirik. Dedik ki, özümüzün yarımçıq ingilis dili, yarımçıq rus dili biliklərimizi istifadə edərək qarşıdan gələn bir kimdənsə də bir restoran soruşaq. Nəsə yaxınlaşdıq bir nəfərə, dedik ki, bir bəy idi. Dedik, bəs hello falan, heç birimiz heç nə başa sala bilmədik, yəni bir sözlə. İstədik translator çıxardaq, bəs telefonla nəsə izah eləməyə çalışaq. Qardaş dedi ki, bəs Azərbaycanlısınızmı? Adam özündə belə bir gözəl bir fəxr hissi yaşayır ki, bəs qürbət ölkədə Azərbaycanın qarşısına çıxıb dedik, əla, biz Azərbaycanlıyıq. O da dedi, hə, əla, nə gözəl, xoş gəlmişsiniz, bəs nəyə ehtiyacınız var? Dedik, bir restoran axtarıq, yemək yeyək. Dedi, gəlin, mən sizi aparacam pula. Dedik, bəs əziyyət çəkmək, yox, imkan vermədi, bizi özündən apardı, bir dənə qəşəng restorana girdik. Nəsə biz də oturmuşuq, deyir, yəni fərqli təyamlar, dadlar gələcək, bəs yeni insanlar, fransızlara zada baxırıq, görə kimi görə bilirik. Nəsə baxıram, içəridə oturan müştərilərin hamısı nəsə üzdən belə tanış gəlir. Səslər də uzaqdan gəlir, indi biraz restoran səsi deyə səslər qarışıqdır. Baxıram, səslər də nəsə tanış gəlir. Nəsə ofisiant yaxınlaşdı, istədim elə bir, yenə bir cuş eləyim, bir hello deyəm. Qardaş yaxınlaşdı ki, bəs salam, xoş gəlmişsiniz, nə lazımdır? Belə qardaşa baxdım, heç də demədim. Dedim, yəqin nə işdir da, indi gəlib qardaş işdir, bilib ki, yəqin Azərbaycanlıyıq. Nəsə bizə bir süfrə açdılar, gələn yeməklərin hamısı Azərbaycan yeməyi. Artıq buradan mənə nəsə təəccüblü gəlir, qardaşa axır dedim ki, qardaş, bəs bu haradır burada? Burada elə hamısı Azərbaycan. Deyir, burada bir Azərbaycanın qardaşımız var, onun restoranına gəlmişik. Təyyarədə Azərbaycanlı, gəlirik şəhərdə Azərbaycanlıya, rast gəlirik, restorana gedirik, Azərbaycanlıya rast gəlirik və qardaşdan sonunda çıxanda görüşdük, dedim, çox sağ ol canın, sağ olsun, adın necə oldu, bəs adını soruşmadım, dedi ki, adım Elişdir. Deməli, orada yazılan o Eliş, fransız Elişdə gəlib bəlkə də qaqaşdı, prosto orada indi heç nə demədik biz. Nəsə ayrıldıq, oradan getdik, biz otelə yerləşdik, səhər durdum, gördüm, dostum yoxdur, orada da hər səhər bufet olur, açıq bufet, hər kəs gedir, orada zavtırk edir, səhər yeməyi yeyir. Nəsə düşdüm, dostumun arxasıyla gördüm, fransızlar, başqa millətin qonaqları, bir dənə balaca boşqab, bir pendir, bir zeytun, nə bilim, bir dənə özü üçün belə sok götürüb əyləşir yerinə. Bir də uzaqdan dostumu gördüm. Gördüm, orada nəsə səs-küy var. Bir dənə böyük boşqabı götürüb əlinə. Menyuda orada olan bütün hər bir naz-neməti doldurub ora və qardaşla öz dilində izah eləməyə çalışır ki, süzmə niyə yoxdur? Biz də qaldıq belə, təzədən mən də yenə qonşudan geri qalmayaraqdan bir dənə də böyük boşqab mən götürdüm, yenə yaxınlaşdıq, oturduq, yedik, içdik, çıxdıq şəhərə. Bir də Azərbaycanlıların bizim düşüncəmizdə belə bir şey var idi ki, bəs xaricdə özləri yaxınlaşır qızların, xanımların. Biz də bu düşüncəni dedik, gözlədik bir yarım saat ki, bəs hansısa da bir xanım bizə yaxınlaşır. Gördük, elə bir şey yoxdur. Dedik, elə bir 10 evromuz var idi. Dedik, necə eləyək, nətər eləyək. 10 evronun üstünə orada turistlər üçün verilən nömrələr oldu. O nömrəmizi qeyd elədik. Xanıma yaxınlaşdıq və izah eləməyə çalışdıq ki, bu pul sizdən düşüb də. Dedik, inşallah indi görəcək nömrəni yazacaq. Gördük, xanım heç nə eləmirdi. Elə 10 evronu da götürülük, gedib, biz də arxasına düşdük, getdik arxasıyla. Təzədən getdi bir dənə restorana, qəşəng oturdu, yedi, içdi, durdu, çıxdı, getdi. Biz də belə məhtəl qaldıq, çıxdıq, getdi evə. Axşam oteldə fransız dilində bir restoran sahibinin yazıları gəlirdi. Nəysə, bunlar hamısı öz yerində. Azərbaycana qayıtdıqdan sonra, yəni ki, Fransada bütün hər tərəfdə, hər yanda Azərbaycanlıları gördük. Düzdür, nə qədər fərqli bir şeylər yaşamasaq da mən fəxr elədim ki, Azərbaycanımızın xalqı hər yerdədir və böyük vəzifələrdədir, böyük yerlərdədir. Bununla fəxr elədik. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Danışacaqlarım bu qədər. Buydu. Keçək də. O bir başıma gələn bir hadisə idi. Bəli.
çox maraqsız, çox duzsuz, çox tamaşaçını yoran bir hadisəni danışdın da sən. Belə hadisələr bilirsən bizim başımıza nə qədər gəlib. Stand-up başqadır. Stand-up hər iki cümlədən bir hadisə baş verməlidir. Siz stand-up'ın janrını bilmirsiniz, amma stand-upçı olmaq istəyirsiniz, aktyor olmaq istəyirsiniz, müğənni olmaq istəyirsiniz. Bu stand-updır səncə? Uşaqlar, bu stand-updır. Coşqun müəllim, elə mən də onu soruşacaq idim. Bir-iki nüansın stand-upla hadisənin, söhbətin fərqi nədir? O söhbəti necə stand-uplaşdıra bilərdi? Çünki orada bir hadisə yoxdur. Orada bir yol gedib bu. Bu insan yol gedib və insanlarla tanış olub, Azərbaycanlı çıxıb qarşısına, amma hadisə yoxundur sənin. Sən hələ Allah'a şükür elə ki, biz yarımçıq saxlamadıq səni. Təşəkkür edirəm. İlk iki cümlədən artıq gülüş doğurmalıdır. Artıq bir hadisə olmalıdır. Anlayıram. Çoxları belə söz yığınağını deyirlər, elə bilirlər ki, stand-upçıdırlar. Stand-up özü bir məktəbdir, stand-up özü bir janrdır, stand-up özü bir tamaşaçısı olan bir, yəni, nətər deyim, bir teatrın bir qoludur. Təbii ki. Sadəcə biz də ilk dəfə edən stand-upla qarşılaşırdıq. Başqa bir şey göstərəydin, səhnəcə göstərəydiniz. Kaş sizdə stand-up tapşırığı verilməyəydi. Stand-up tapşırığı verilməyib. Variantların içində, bəli, stand-up da olur. Hamı da gedir bunu, yəni bu artıq səhnəci göstərmək sizin çəkiliş xərclərinizdən daha ucuz sizə əmələ gəlir. Siz də bunu lap qısaldmışsınız, lap keçmişsiniz stand-up. Onu da əvvəla tələsə danışdın. İkincisi doğrudan da danışdığımın içində bir hadisə olmadı. Coşqun demişkən, biz dəfələrlə xaricdə bundan daha gülməli hadisələrlə rastlaşmışıq. Kaş sizə deyilməyəydi də ki, stand-up da ola bilər. Yəni və iştirakçılarımız stand-up'ı asandır deyə düşünüb seçilir, amma əslində ən çətini stand-up'dır. Çünki bir nəfər o danışdığı bütün obrazları canlandırmalıdır həm də. Stand-up'ın içində ən azı 6-7 obraz olur. Və onun münasibəti olur hadisəyə. Otur ki, Gələn deyirəm, bunun Afaq adı xanım da indi fikrini bildirsin. bunun adı indi stand-updır da. Sovet dövrü bir mono tamaşa idi da. Bir aksiyon teatrı. Bir aktyorun teatrı tamaşası. çox çətin bir janrdır ya. Çətin, Yəni elə bəli. bilərsiniz ki, uşaqlar bu çox asan bir janrdır stand-up. Stand-up çox çətin bir janrdır. Yəni bunun üçün gərək sən o qədər yəni həm dünya görüşün, həm baxış nöqtən elə bir zəngin olmalıdır ki, sən stand-up'ı elə bir canlandırmalısan ki, tək və biz bütün hadisələri görək. Baş verən hadisələri görək. Afaq xanım, bir sözünüz, bir məsləhətiniz. Uşaqların fikri ilə mən də razıyam. Amma bilirsiniz necədir? Bax, sən ingilis dilində bilirsən? Sol. Hə? Sol. Belə orta. Yəni sən bir məsələ götürək, bir ingilis səhifəsi açıb orada stand-up baxa bilərsən stand-up'a. Ki onu məsəl üçün yaradıb ingilis aktyoru, fransız aktyoru, kimsə. Çünki stand-up bizim sözümüz deyil. Stand-up dur ayağa deməkdir. Amma bizdə bir aktyorun teatrı elə bir şeydir ki, bunu sən bütün cəmaatı qaldırmalısan ayağa. Onu sən deyirsən, durun ayağa üstə məni alqışlayın. Bu olmalıdır, oğlum. Stand-up çox gözəl növdür. Yəni, bir aksiyon teatrı çox gözəl növdür. Amma mən şəxsən, bu neçə illik, 50 neçə illik stajımda və bu yaşımda bundan sonra mən ürək eləyib stand-up oynaya bilmərəm. Böyük riskdir. Eləyə bilmərəm mən onu. Çoxları elə bilirlər Çünki mənim ki, əgər düz partnyorum eləyirlər, olmasa, məni qidalandıran olmasa, mənim tamaşaçı ilə ruhum oynamasa, mən öz stand-up'ı oynayamam. Stand-up'ın da xüsusi aktyorları var. Onun üçün də gərək yetişə. İndi mən səndən nə tələb eləyim? Biz səndən nə tələb eləyim? Bu xüsusi rus demişkən şkola keçməlidir, məktəb keçməlidir. İştirakçıya dediyimiz sizə də aiddir. Yəni düşünün, bu doğrudan başına gəlmiş hadisədir sənin. Bəli, bu Bunu. Əsl əvvəldən o ləhcəsini versəydi, mən bilmirəm, siz niyə belə dialektdən qorxursunuz? Niyə dialektikadan qorxursan? Bir də, bir gün fikirləşdik ki, bu cavanlarla gedək bir
xaricdə bir cavanlıq eləyək. Fikirləşdik haraya gedək, nətər eləyək, nə qayraq. Elə bu zatda bir tayduşunuz var, dedik haraya getsək məsləhətdir. Bilirsən, sənin gedib o şeyləri, əvvəla orada elşən yazılmayıb, yadında saxla. Yəni, demək istəyirəm ki, onu götürsə, belə bir şey ki, yəni, uşaqdır, kənd uşağıdır, tərtəmişdir. İndi birdən-biri qeyib düşürsə, ay, gördük bir canan gedir. Bir dənə göz vurursan zala, maraq dairəsi olsun, oğlum. Maraq Yəni, yox olur. canlandıraraq. Sən özün də sıxılırdın, sən özün də istəyirdin. Həm Sənlə mahnı oxuyur. ilk dəfə deyən tanış olurduq. Təcrübə idi. İstəmədəndir, bu istəmədəndir. idi. İstəyirdin ki, tez canımı qutarıb buradan çıxıb Canı qurtarıb gedəsən, hə? O da sənə ziyan olur. İnşallah bir dəfə getməzsiniz, Xaqan. Amma dəyərli sənətkarlarımızın hər cümləsi bir məktəbdə Bəli, odur ki, təbii ki, onu biz- yazın bir arxivə. Nəinki biz arkada oturan bütün gənclər idim. Mən təcrübə oldum iş çıxaraqdan. Siz Səni verdilər qabağa. Sən bunu xanım, sağ kiməsə olsun. danışmısan? necə? Kiməsə danışmısan, bunu bu hadisə olaraq danışmısan? Hə. Yeri gəlmişkən Müşfiq Abbasov, Müşfiq müəllim çox güclü stand-upçıdır. Yəni o bir hadisəni danışarkən belə arxada, yəni 100 obrazı, 100 cürəsini canlandıraraq danışır. Stand-up arada orada get Müşfiq müəllimlə söhbət elə. Bir dəfə Facebookda Yox, elə sən elə eşitsən yaxşıdır. Xaqan, yolunuz açıq olsun. Təşəkkür edirəm, Dəyərli çox sağ bu olun. bütün dəyərli fikirləri həyatınızda da özünüzdə bu sənəti davam Təbii etdirəcəksiniz ki, inşallah ki, nəzərə alarsınız. Arada Çox burada sağ olun. mükafat var. Təşəkkür edirik. Mükafatı var. Şahinə xanım, sizdən bir fikir soruşmadım çünki bəlli idi, ona görə dəyərli sənətkarlarımız danışdılar. Belə darıxmırsınız, yaxşısınız? Yaxşıdır hər şey. Yaxşısınız. Adınızı unutmamısınız elə ki, Şahinə olaraq qalın. Dürdanə də. Siz deyəndə belə sözlərinə fikir verməyin. O qızışdırıcı mövqe tutub. Yox, mən yazıq. Bu Qazax güləşi nə olan şeydir? Digər güləşdən fərqi nədir ki onun? Nəyə bilirsən, onu da biləsən. Qazax güləşi heç adi, yəni judo idman növünə Qazax yaxındır. deyil, Qazaxdır. Yəni demək olar ki, eynidir. Davam edək. Gəlsin görək. Bir də sizə xoş xəbərim var. Bugün 5 komandanın 5-i də stand-up göstərəcək. Gəlsin görək Suraxanı Gənclər Evi neyləyəcək? Gəlin Gör bakalım. indi qaqan nə var? Fonogram oxuyursan? Xeyr, yəni belə oxuyum. Canlı oxuyur. Bəli, Belə, canlı. oxu. Getmə uzaqlar, qal sənə qurban. Ömürlük həmdəmim, ol sənə qurban. Mənlə şirin danış, mənlə şirin gül. Mənlə şirin danış, mənlə şirin gül. Ələnsin ləbinlə, bal sənə qurban. Bal sənə qurban, ələnsin ləbimdən. Bal sənə qurban, bal sənə qurban. Adınız necə oxşadın, oldu? ruhumuz oxşadı. Adınız necə oldu? Sahil. Sahil. Neçə yaşınız var? 17. Keçid dönəmidir səsinizdə, Bəli, bəli. təbii ki, ona görə biraz zilə qalxmadan da ehtiyat Qəşəng edirsiniz. səsi var. Bəli, qəşəng səsi var, çünki o ən təhlükəli dönəmində. Yoxsa. İstəyirsən bir də istirahət elə, suzad iş, başqa komanda qalsın, sonra sən çıxış edin. Ondan sonra davam eləsəm olar yəni. Olar. Olar. Olar, əlbəttə. Yaxşı. Üçüncü komanda kimdir? Şirvan Gənclər Evi stand-up'ı ilə güldürəcək. Dəyərli münsiflər, gənclər və özünü gənc hiss edənlər, hər birinizi salamlayıram. Mən Şirvan Gənclər Evindən gəlmişəm və ən qlobal problem olan varlı və kasıbın fərqindən danışmaq istəyirəm sizə. Deməli, mən tələbə yoldaşlarımızdan bir qrupumuz var. Hər il danışırıq ki, bəs bir restorana gedək, bir yerdə əyləşək, hər ildə danışa-danışa qalırıq. Heç yerə gedə bilmirik. Nəysə, axırda dava qırğınla bir razılaşdıq, bir restorana getdik, tələbələr uyğun ucuzları bir yer idi. Əyləşdik, menyu gəldi. Yanındakı uşaq menyuya sağdan sola baxırdı, mən də qəribə gəldi, elə bir ərəb əlifbası oxuyur.
Baxdım, sən demə birinci yeməyə baxırmış, daha doğrusu qiymətə baxırmış, daha sonra yeməyin nə olduğuna baxırmış. Qayıtdı ki, bəs qaynar, isti, bir dənə limonlu mərci gətir. Burada da bir gözəl söz var. Deyirlər ki, barmağı ilə fəzada düz xət çəkə bilən varlığa kasıb deyirlər. Yəni, barmağın qoyur qiymətin üzərinə, aparır düz yeməyin üzərinə. Fərqi yoxdur yeməyinə də. Əsas odur qiymət normal olsun. Nəysə, yedik bitirdi. Elə yanındakı uşaq qayıtdı ki, biz yedik doyduq, Allah hacıları da doydursun. İçindən bir səs qayıtdı ki, biz də kiminsə duasına görə bugün yığışmışıq da, sən kimə dua eləyirsən? Nəysə, varlı ilə kasıbın dönər almağı belə fərqlənir. Necə? Gəlin baxaq. Varlı insanlar gəlir müəyyən qədər pul qoyur masanın üzərinə və deyir ki, 3 dənə dönər hazırla. Gedir işin görür, gəlir daha sonra dönərin götürür. Kasıba baxın. Kasıb belə deyil. Gəlir masanın üzərinə 3 gündür cibində saxladığı əzi bir manatı qoyur, qayıdır ki, və baxır daha doğrusu, sənətə önəm verir çünki bu insanlar. Qayıdır ki, əmi, mənə bir dənə dönər hazırla. İçində əti, mayonezi, sosu, hər şey bol olsun. Əmi də deyir ki, mən inanmırsan, gəl bax. Açır çörəyi, başlayır içini doldurmağa. Bağlayır, verir sənə. Yiyirsən, içində heç nə yoxdur. Sən demə, zalın oğlu nə eləyir? Atır, 3 dəfə qoyur, 2 dəfə dala qaytarır. Elə bir dönərlə shell game oynayır. O stəkanlarla topu gizlədmə oyunu var, eynisi. Buradan da görünür ki, kasıbın bildiyin varlı bilmir. Məsələn, mən sizə sual vermək istəyirəm. Bu hərəkəti bilirsiniz, Afaq xanım? Bu hərəkəti bilirsiniz? Nə deməkdir, bilirsiniz? Yox, siz bilirsiniz? Bu çörək arası kotlet deməkdir. Deməli, siz kasıb insan deyilsiniz. Yəni, bəli var. Bu çörək arası kotlet ola bilər, pendir. Allah kotlet çörəyi mən indi də yiyirəm. Amma bir Yəni, bu çörək arası deməkdir, bizim yarım. Bizim uşaqlığımızın fast foodudur. Yox, mənim bu çörək arası deməkdir, yarısı qədər. Bir tam deyil, yarısı. Başqa bir nümunə vermək istəyirəm sizə. Aradakı fərqi daha yaxşı görəsiniz deyə. Varlı insanlar 6 aydan bir, uzaqbaşı 1 ildən bir yoxlanışa gedir, müayinə olunurlar. Kasıba deyirsən, ged müayinə olun, qayıdır ki, sən Allah oturmuşam oturduğum yerdə, gedəcəm 1000 dənə problem çıxaracaq. Ya da gedir müayinə olunur, bir problemi çıxmır, qayıdır, ayda, buna verdiyim pulu başqa şey eləyərdim də. Kasıbın müalicəsi bilirsiniz nədir? Zoğallı çay və altdan isti finka. Bu qədər, başqa heç nə. Və ya belə bir şey var. Varlı insanlar müalicə olunur, bitirir, başqa ölkəyə istirahətə gedirlər. Kasıb neyinir? Zoğallı çay axtarır avtomatik olaraq. Bir də müayinədən danışmışkən elə xəstəlikdən danışmaq istəyirəm, fərqlərini daha yaxşı görəsiniz deyə. Varlılarda kliptomaniya adlanan bir xəstəlik var. Yəni, bu ehtiyacı olmadan bir şeyləri oğurlamaq, götürmək mənasını verir. Bu sadəcə varlılara xas olan bir şeydir. Gəlin bir də kasıbların xəstəliyinə baxaq. Zicil, it dirsəyi, qıl dönməsi, yəni pulun olmayanda o belə səndən üz döndərir. Bir də kasıbların fəxr etdiyi cümlələr olur adətən. Qayıdır deyir ki, nə vaxt otururam, bir dostum var, həmişə qayıdır deyir ki, bəs qaqam bir dənə yer götürüb, bax atmayıb, götürüb. Niyə? Çünki bu insanlar ancaq götürə bilir. 3 gün, 5 gün sonra bankrot olub gedir. Deyir ki, qaqam bir dənə yer götürüb, harda? Namiq Qaraçuxurlunun qaldığı binanın altında 6 moyka üstü çayxana. Ya da qayıdır deyir ki, Röya Ayxanın bibisi qızı mənim xalam qızına dərs deyib o vaxtda. Bir də son olaraq onu demək istəyirəm ki, varlı və kasıbın əl hərəkətləri belə fərqlənir. Məsələn, varlı insanlar bir şey istəyəndə qayıdır, duruş bax budur. Oradan mənim maşınım açarını gətir bəri. Ya da qayıdır deyir ki, maşınımın içində karşokum qalıb, onu gətir bəri. Bu formada çağırışı var onların. Bir də kasıbın əl hərəkətinə baxaq. Qayıdır deyir ki, bəs oradan aldım maaşı, buradan da verdim kreditə. Yəni, enerji itirməsinlər deyə bu əl belə bir-birindən ayrılmır. Məncə, bu əl bir-birindən ayrılsa daha yaxşı olardı. Bu qədər. Mən İslamabad Şəhanə, Şirvan şəhərində yaşayıram, həm də tələbəyəm. Bəli. Özünüz yazmısınız? Xeyr, götürmüşük. Götürmüsünüz. Bəli. Yox, götürmüsünüz. Coşqun mənim deyədim, niyə özünüz Məyus elədiniz. bir şey eləmirdiniz? Dəyişiklik Amma eləyirsiniz. yəni bilirsən bir çox əsərlər, bir çox aktyorlar oynayıblar. Sadəcə
asıl da onun necə oynamağından. Bu əsərdir. Aktrisa kimi oynadı. Amma 5 dəfə uşaq aplodisment qazanır. Yəni bəlkə də heç onu alan elə aplodisment qazanmayıbdır. Uşaq əməlli başda onu bəzədi, düzədi. Bilirsiniz, yazı bir yolka ağacıdır. Aktyor isə onu bəzəyəndir. Aktyor da onun iqruşkalarını taxan, onun oyuncaqlarını zadı, işığını, filanını, beşməkən. Ona görə də uşaq onu elə gözəl təqdim elədi. Mən ona görə Afaqam deyim ki, aktrisa kimi öhdəsindən gəldi. Amma burada biz bir adamın yox da, biz burada söhbət gənclər evinin fəaliyyətindən gedir söhbət. İndi Allah qoysa inşallah o gələn səfər yazını hər adam ala bilməz. Mənim təzə bu mozalarımda inanırsan Rafael, bəlkə 5-6 dənə yazıcı var, mən heç bir qane eləmədim. İndi oturub özüm yazıram. Çünki olur da, başa düşürsünüz belə bir şey. Ona görə də təbrik edirəm qızım. Mənim çox xoşuma gəldi. Çox sağ olun, təşəkkür edirəm. Coşqun müəllim. Aktrisa kimi plus. Mən oyununuzu çox bəyəndim, yanaşmanızı bəyəndim, amma mövzunu götürdüyünüzə görə məyus oldu. Məyus olmaqdan da əlavə, əgər mən yaxşı desəm, o bursu komandalar da başlayacaqlar ondan bundan götürməyə və ortalıqda onu gələn formatı dəyişək. Ona görə dedim ki, siz aktrisa kimi ötəsindən gəldiniz. Mövzunun məsəl üçün götürülmə olduğunu xanım deyənə qədər Coşqun müəllim çox bəyənmişdi. Sadəcə bəyəndiyini ədalətli olsun deyə demir. Çünki digərləri də... Sabah komandalar deyər ki, biz də gedib götürək. Əslində müəyyən götürmüşdük biz, tam olaraq götürmüşdük. Mənə belə gəlir ki, yazılarda biz əlbəttə istifadə olunmamışıq. Baxdakı hissələr özümə aid idi məsələn. Çox düz istəyir. Ged yaz, indi götür bunu oyna, vallahi çətin. Teatrda vot deyilən bir şey var. Yəni bir aktyor, aktrisa tamaşadan uzaqlaşanda onun yerinə başqa aktyoru təyin edirlər və o da gəlib oynamalıdır onu. Və dəfələrlə də olub ki, hansısa bir komediyaya baxmışıq, oradan aktyor çıxıb, hansı ki o oynayanda bütün zal göz yaşını izləyir. Onun yerinə gələn elə oynayıb ki, elə bir ki, faciəyə baxmısan. Bu günləri siz... Bəli, bu gün siz onu... Aktyor da var ki, gəlir, o birinci oynayandan daha yaxşı oynayır, tamaşanı qaldırır ayağa. Amma siz bu günləri qənə deyirəm, oynadınız, düzdür, gözəl, aktrisa kimi öhdəsindən gəldiniz. Amma qənə, Coşqun müəllim demişkən, bu biraz, mən də özüm də deyirəm ki, burada tək sizdən getmir söhbət. Bütün gənclər evinin fəaliyyətindən gedir. Nə deyim? Amma yəni ümumilikdə Şəhanə özü bir stand-up yazsa, o bacarığı görürsünüz qızda, aktrisa kimi. Nəylə çox bəyəndim, həyəcansız idi, çox gözəl, yəni sərbəst idi, çox sərbəst idi. Yəni həm də indi düzdür mən Rafael müəllimin yanında danışmam bu qədər düzgün çıxmaz, amma yəni belə baxanda yəni həyəcansız, sərbəst, çox yəni rahat iştirak elədi. Uğurlar inşallah. Təşəkkür edirik Şəhanə, uğurlar. Çox sağ olun, yolunuz açıq olsun. Buyur Sahil, gəl. Adı nədir? Salam, hər birinizi salamlayıram Suraxanı Gənclər evi adından. Bugünkü mövzumuzun adı metro həssaslıqdır. Yəni, metro həssaslıqdan belə danışım ki, özüm də metro həssasam. Yəni, burada oturanlar da yəqin ki, metro haqqında bilər. Yəni, biz metroya minəndə və yaxud qatara metroya giriş edəndə çantalarımızı yoxlanışdan keçirəndə belə bir-birimizə mübarizə aparırıq. Hətta elə olur ki, metroya girəndə və yaxud metrodan çıxanda eskalatora minirəm, sol tərəfə boş görsəm ürəyim ağrıyır. Və yaxud arxadan gələn mənə bir peyəkən məsafə saxlayırsa, özünə şübhələm ki, ayla sağ qurban olun, bəlkə birdən koronazad olmuşam, bu niyə belə eləyir? Yəni, belə də olur arada. Mən metroya bağlayan bir cəhət də odur ki, metro məni yormur. Həm də ki, çox sərfəlidir. Bax, mənə qatara özləri mindirir, özləri düşürdür, yıxılmağa qoymur. Hətta elə olur ki, çatmamışda düşürəm, amma eybi yoxda olsun. Yəni, bunların hamısı 50 qəpiyə başa gəlir. Mən metronu çox sevirəm, çünki burada səmiyyət var. Mən kiməsə qalxıb yer verəndə bilirlər ki, heç vaxt sağ ol sözünü gözləmirəm. O qədər səmiyyət ki, ayıb olmasın deyə heç kim pıçıldayaraq danışmır. Elə qışqırırlar ki, metronun başındakilar da eşitsin. Hətta, yəni, peşmansan ki, telefona SMS gələ. Telefona çıxardıb, baxanda, yanındakı qaqaş səninlə qabaq oxuyur SMS-i. Yazqal deyirsən ki, qaqaş, buyur sən danış, mən çıxım gedim. Yəni, arada belə də olur. Bu səmiyyətimə görə mən metroda özümü evimdə kimi hiss edirəm. Sırf bu macəravayı itirməmək üçün heç vaxt maşın almaq fikrim yoxdur.
Yəni çünki maşın alsam biləcəm ki, yəni metroda bəzi müxtəlif qorxulardan məhrum olacaq. Düşünəndə ki, səhər yəni metroya girib oradakı güləriz insanları görməyəcəmsə, yəni tükənimiz biz olacaq. Həm də ki, metro mənə bəzi xəzərdən xilas edir. Məsələn, sifətimi qatarın şüşəsinə dayayaraq yəni, getsəm, bilirəm ki, qocanda üzüm qırışmayacaq və üz dartınmaya pulum çıxmayacaq. Soyuqdəmi olanda da elə, yəni minirəm metroya, mən elə sıxırlar ki, həm şirəm çıxır, həm də ki, soyuq dəyməm keçir. Yəni bir də dərmana pul vermirəm, elə hazır, yəni xəstələndim gir metroya. Neyse. Soyuq dəyməm oradan çıxır, tərcih edir. Neyse, mən metroda xoşbəxt edən bəzi şeylər çoxdur. İndi gedim metroya, görün mən başqa nə macəralar gözləyir. Siz də mənim kimi metro əsaslardansınızmı? Senaryo kim yazır? Yəni qrup şəklində yazmışıq Gəncədə. Metro əsas. Sən gərək bunu yaxşı məşq eləyirdin, sən gərək bunu əməli başı vaxt ayırardın. Mövzu çox qəşəngdir, yəni hadisələr içində baş verir, amma sən hazırlıqsız gəlmirsən. Çalış bundan sonra hazırlıqlı gəl. Hazırlıqlı olsan, həyəcan da olmaz. Bu qədər. Amma mövzu yaxşı idi. O, aktual mövzu idi, hadisə var idi içində. Nə sənətin sahibi olmaq istəyirsən? Metro sürən. Hə, sahib? Musiqiçi olmaq istəyirəm. Musiqiçi. Musiqiçi? Bəli. Yəni? Xanəndə? Bəli, xanəndə. 17 yaşım var. Bəli. İndiyə nə qədər bir musiqi məktəbinə, ya bir... Bəli. Bülbülcan musiqi məktəbi. Hardadır o? Şirvandadır. Şağanda. Şağanda. Bəli. Yaxşı olar. Rafael müəllim, Şahinə xanım, nəsə vurğulayacağınız, amma yazı, ssenari bəyənildi, düzdür? Mətn bəyənildi, belə başa düşdüyüm qədərilə. Bəli, mövzu Kim var. yazıb bunu? Özün yazmır. Xeyr, yəni qrup şəklində yazmışıq. Yox, çox yaxşıdır. Mövzu çox yaxşıdır, amma oynaya bilmədin, çatdıra bilmədin. Uğurlar, Sahil, uğurlar. Sağ ol Sahil, çox sağ ol. Göyçay Gənclər Evindən də stand-upla gələnlər var. Buyursun. Mahnınız əlaydı. Deməli, mən Göyçaydakı bu ömrüm anlar. boyu qadınları başa düşməyə çalışmışam. Axırda da bir şeyi başa düşmüşəm ki, mən heç nəyi başa düşməmişəm. Alo, bu ssenarini sən yazmısan? Abi, mənə niyə deməmsən, mövzuların arasında qadın var, aparıcı da qadındır. Aparıcı subaydır. Yaxşı, mən özüm həll edəcəm. Yaxşı. Deməyim odur ki, qadınları başa düşməyə çalışmayın, əziz kişilər. Sözüm sizədir. Birdən Allah eləməsin, başa düşərsiz, adamın başı çörükər ha. Zaten qadınları necə başa düşəsin axı? Əgər bir qadın deyirsə ki, get nə istəyirsən elə, bu o deməkdir ki, duxun çatır, get nəsə elə. Mən o qədər igidlər tanımışam, məhz bu təliyə düşüb həlak olan. Deməyim odur ki, təliyə düşməyin. Qadınları smartfona bənzədirəm. Qadın smartfon kimi bir şeydir. Proqramı çoxdur, funksiyası isə birdir. Funksiyası nə olacaq, kim bilir? Əlbəttə ki, deyinmək. Əgər qadın deyinməyi saxlayıbsa, sevinməyin. Susubsa, deməli növbəti mövzu üçün deyinməyə plan cızır. Əgər heç nəyə etiraz eləmirsə, deməli yatıb. Heyf gör nişanlı olduğum vaxtlar. Sözü kəlbətinlə alırdım. Nə illah eləyirdim, danışdıra bilmirdim. Kişiyini də sustura bilmirəm. Hələ həyatda elə bir şəxsiyyət də var ki, insan onun qarşısında məcbur olub özü susur. Kimdir o şəxsiyyət? Əlbəttə ki, qaynana. Misal mənimki. Öz evin kirayə verib, əri ilə yığışıb gəlib oturublar bizdə. Bax, and içə bilərəm, öz əllərimlə ölçmüşəm. Onlara ayırdığımız otaq 6 kvadrat metrdir. Qaynanam 8. Təsəvvür elə. Hələ kişinin qızı o gün məndə irad da tutur. Bəs deyir ki, əsl kişi odur ki, onun üçün həll eləyə bilmədiyi problem olmasın. İndi bu sözündən sonra mən də belə bir fikrə gəldim. Əsl qadın da odur ki, onun üçün yarada bilmədiyi problem olmasın. Qadın deyirəm, problem falan.
Adam ürkür biraz, üzr istəyirəm. Sən gedin. Yox, ehtiyat yox. Qaynanamın bir də belə bir xəssiyyəti var. Hər yanımdan keçəndə məni sancmasa, canına can deməz. Misal o gün səhər evdən çıxanda, bəs qayıdıb mənə deyir ki, bala gedirəm itə yem almağa, sənə də nəsə alım. Bax, bu şey bilirsən nə deməkdir? Bu girdi, bu oturdu da, tamam. Bundan şey keçmək yoxdur. Bu söz 7 qatından keçirsən. Duxun var, cavab qaytar. Bax, ona görə deyirəm. Qaynanaya qarşısında susursan, məcbursan. Qadınların əşyalarımıza toxunmaq söhbəti var. O günləri qaynatam evə ələk-vəli eləyib nəsə axtarır. Bəs o bir otaqdan qaynanama qışqırır ki, arvad, qalustuku tapa bilmirəm, şifaneri hara qoymusan? Qalustuku tapa bilmirəm, şifaneri hara qoymusan? Şifaner yoxdur, yoxa çıxıb yəni. Təzəlicə ailə qurmuşduq, təzə-təzə ailə qurmuşduq. Bəs yoldaşım qayıdıb mənə dedi ki, ay kişi, sən pulu çox ağılsızcasına dağıdırsan. Pulu ver mənə, mən pulu ağıllıca xərcləyəcəm. İllər uzunu pula yoldaşım nəzarət eləyir ki, pul ağıllıca xərclənsin. Güya, nəticədə nə ağıl qalıb, nə də pul. Bəs şərqdə deyiblər ki, qadın ailə ocağının qoruyucusudur. Belə baxanda düz deyirlər. Çünki həmin ocağın içində ailənin bütün büdcəsi yanır. Təzəlicə yoldaşım hələ diyetaya da oturub. Rəfiqələrin hamısı dietada da axı, bundan qalıb nə olacaq? Nəticədə yoldaşım oturub dietada, mən kreditlərin içində. Dayı bu bilmir ki, mən bu kreditləri ödəyib başa çatdıra bilməsəm, bu yazıq məcbur oturacaq dietada. Bir də qadınlar haqqında sizə möhtəşəm bir sir verim. Əgər bir qadın deyirsə ki, uşaqları ərindən çox istəyir, inanmayın. Yalandır, vallah yalandır kişi. Çünki qadın harasa gedəndə uşaqları qonşudakı arvada tapşırıb gedə bilər. Ərini isə heç vaxtı. Arvad, yarışmaya qatılmışam da səhnəyə çıxmışam. Evdə ağzından sözü kəlbətinlə alınan, burada dil-dil ötürürsən. Yarışmaya qatılan vaxtında sənin. Niyə? Yo, boyda Rafael İskəndərov, Coşqun Rəymov neçə ildir səhnədən əl çəkmirlər? Onların işi budur. Sən nə iş görsən bəs burada? Düş danıca getdik, düş. Ay kişi, bax buna görə deyirəm, qadının sözü ilə oturdurum. Mən həmişə demişəm. Arvaddan qorxmayan kişi kişidir. Qorxdum, nətər gəldisə mən belə qorxdum, yazıq kişi. Buyurun. Birinci dəfədir də stand-up'ını. İlk dəfədir, bəli, ilk stand-up. Tam stand-up da demək olmaz. Buna stand-up içində səhnəcik demək olar, ya biz elə fikir. Yox, yaxşı idi, mənim xoşuma gəldi. Kim yazıb? Eldar Göyçaylı bizim həm rejissorumuz, həm senaristimiz, həm də dəyərli könüllümüz. 2 həftədir məni məşq elətdirir, hər saat 9-da dururuq tezdən. 2 həftədir onun üzünü görürəm, yəni gecə yuxuma da girməyə başlamışdı son 2 həftədir. Bu monoloq sizin yaşınız üçün deyil. Yox, o aydın biraz, sadəcə mən sözü evlilikdə daha təcrübəsi çox olan bir yaş. Mənim bu 18 illik ömrü həyatımda, yəni burada çıxıb danışacaq bir şey yaşamamışam yəni. Yaşım 18 yaşım var, ona görə senari yazdım. Pisdir. Senari biz bu yerdən götürməmişik, qabaqdan deyib, özümüz yazmışıq. Amma o qonşuya tapşır söhbətini hardasa eşitmişdim. Bəli, mən o momentdə... Mən ona cavab deyirəm, senari mən yazmamışım. Müəllim yazıb. O sənin günahın deyil. Bəyənildi, yəni orta əməklərinə görə, əziyyətlərinə görə. Təşəkkür edirik uşaqlar, çox sağ olun, yolunuz açıq olsun. Elə Göyçaydan bir qonağımız da var, o da ifa etmək üçün gəlib, deyib birdən stand-upla istəşdirsələr, biz xilas edək deyə. Gəlsin. Gözəl həyat sevən duyan ürəkdir. Mənim eşqim ən zərif bir çiçəkdir. Solmaz qardan, yağışdan, keçər qayadan, daşdan, solar sərt bir baxışdan. Gözəl həyat sevən duyan ürəkdir. Mənim eşqim ən zərif bir çiçəkdir. Solmaz qardan, yağışdan, keçər qayadan, daşdan, solar sərt bir baxışdan. Lay 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 la la lay 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 la la lay 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 la la lay lay la 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 lay 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 la la lay 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 la la lay 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 la la lay lay.
Xoş sözdən bütün aləm dəyişər. Acı sözdən saçlarıma dən düşər. Məhəbbətlə doludur, gözəlliklə yoludur, yolunda işıq oldum. Hey! Bir soğuk sözdən bütün aləm dəyişər. Acı sözdən saçlarıma dən düşər. Məhəbbətlə doludur, gözəlliklə yoludur, yolunda işıq oldum. Lay 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 la la lay 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 la la lay 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 la la lay lay la 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 lay 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 la la lay 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 la la lay 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 la la lay lay. Güneş özü məhəbbətdən alışır. Kainata sevgisindən danışır. Gözəlliklə doludur, məhəbbətlə yoludur, yolunda işıq oldum, mən oldum. Hey! Lay la la lay 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 la la lay 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 la la lay lay la 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 lay 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 la la lay 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 la la lay 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 la la lay lay. Hey! Lay 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 la la lay 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 la la lay 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 la la lay lay la 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 lay 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 la la lay 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 la la lay 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 la la lay. Teşekkürler. Özünüzü təqdim eləyin. Mən Göyçay rayonundan Sadıqov Royal. Royal. Bəli, bəli, Royal. Sadıqov Royal. Faiq Ağayev repertuarının hansı bir mahnı ifadə bilərsiniz? Deyirdin Mikrofona. biz bahar geldi geçti, sen gelmez oldun. Daşlara mı değdi sındı ehdimiz, aylar iller oldu, sen gelmez oldun. Sen gelmez oldun. Ritmine Sen gelmez oldun. Sen gelmez Mikrofon. Zalim gözleyirəm mən, gözleyirəm mən, sen gelmez oldun. Göyçay rayonuna teşekkürlerimi bildirəm. Göyçay gençler Çox adına. sağ ol, Royal. Goranboy Gənclər Evi gəlsin görək necə bir səhnəciyi var. Stand-up deməyək, monoloq danışacağım. Siz bayaq dediniz stand-up böyük bir şeydir, biraz ürküdücü gəldi. Ona görə də monoloq danışmaq istəyirəm. Mənim belə deyim, xarici səfərlərim olmadığına görə xaricdən bir şey danışa bilməyəcəm. Müxtəlif təamları dadmaq üçün hara gedirik? Toylara. Restoranlara, toylara. Mən toylara niyə gedirəm? Əsas dram məsələsini danışım sizə. 30 yaşına çatıb subay qalmısansa, hər bir toya, nəsildə, kökdə, qohum, əqrabadakı bütün toylara getmək məcburiyyətindəsən. Yəni, valideyn orada dəvətnamə gəlir, dəhşətnamə gəlir. Dəhşətnamədə ad gedir evin ağsaqqalı olaraq, o ağsaqqal düşür ixtisara, mama ilə sən gedirsən, bir 3-4 gün bundan qabaq sən hazırlayır, üzünü, gözünü qırx, sifətini təmizlə, bir qəşəng kostyum şalvarda gedirsən ora, sən yazıq elə bilirsən ki, sən gedirsən valideyninin yanında, indi qadın xeylağıdlarına toya gedirsən, bir kişi kimi özün belə. Arxada gedən məqamlardan xəbərin yoxdur. Arxada nə məqam gedir? Toyda sən oynayırsan, bir qarın çörək yeyirsən, ana oradan güdür. Görün, bir dənə namizət tapım. Gözünə bir dənəsini ilişdirdi, fokuslandı ona, özdə
Bayaq hansısa gənclər evi dedi, qadın beyni həqiqətən möhtəşəm işləyir, qadın beyni. Arada 2 stol məsafə var. O qızın o stolunu tutub, pirçelləyib, oradan uca tapıb, bir dənə qohum tapıb, qohum toyudu. Gözündən, yəni bu o deməkdir ki, tanıyırsanmı? O da, hədə yəni hər şey qaydasındadır. Düzdür, o söhbətlərin içində olmuram, təxmin eləyirəm ki, bu söhbət necə bir söhbət ola bilər ki, boya qızım, nətərsən, məni tanıdın mı? O da normal olaraq deyir, yox, bən nətər tanımadın, mən nənənin eltisinin qızıyam da, nənənin eltisi hara, bu hara, bu normal olaraq neçə yaşın var? 21. A qızım, bir dənə sual verim, istədiyin zadın varmı? Fşo, məsələni orada qızda tutur. Qız tutdu ki, fşo, xala burada məni ya oğluna deyir, ya qohumluqda kimsə var ona deyir. Qızın da burada bir məsələsi var da. Qız indi burada hə desə, söhbət valideynlərinin qulağına çatacaq, biraz başı ağrıya bilər. Yox da desə, yaz vardı da, bu yapışdı, fşo, əl çəkəsidir. İkinci variantı seçir, deyir, yox, ay bibi deyəndə, bu da qoşuldu Viktorinaya. Viktorina da nə deyirəm? Bir dənə məsələ deyim, mənim müşahidəm belədir. Mən birində işdən gəlirəm. İşdən gələndə bizdə həyət evidir, yay vaxtıdır. Evin qapısı açıqdır, giriş evin qapısı. Mən də sakit təmkinlə girdim, mama kuxnada kimlənsə danışır. Danışanda belə bir səsi eşidirəm, söhbətləri eşidirəm ki, az kimlərdəndir o, nədir, nəçidir? Bu da nəsə deyir, hə, filan kəsdə bir qız deyib, onu da nəzərimdə saxlayıram. Görüm, filan kəsində qızı var, onu da bir deyəcəm. Yəni, bu siz Viktorinadır, qoşulurlar Viktorinaya. Hər biri gör. İndi bir dənə düşünün də, bir dənə, mən filan kəsova filan kəs, Goranboy rayonundan qatılıram. Burada rəqiblərimə uğurlar arzulayıram, amma mənim qarşımda uğur heç birinizə lazım deyil. Çünki qalib mənəm, qalibin uduşuna da baxın da. Heç odur da, başa siz Viktorinada, hə, nətərdir, nətər ailədir, nətər nəsildəndirlər, nəsli kökü nədir? Çünki, belə deyim, bizdə hal-hazırki vəziyyətdə sevənlər yox, ailələr, nəsillər, maddiyyatlar və bir də imkanlar evlənir. Buradan valideynlərə səslənirəm, övladlarınızın gələcəyini müdaxilə etməyin ki, xoşbəxt bir ailə tablosu görək. Çox sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm. Özünüzü təqdim eləyin. Ağayev Tural. Kim yazıb bunu? Bu açığı heç kim yazmıyor. Bu sadəcə mənim yaşadığınız bəli, öz yaşadığım yəni situasiyalardır. O təzyiqlərə məruz qalıb. Avtor da sənsən də. Yəni bu Sən sənə aid. Bəli, bu mənə aiddir. Çünki o təzyiqlərə məruz qalan, yəni bir qardaşınız olaraq mən burada... Hələ də subaysan. Bəli. Yaş neçədir? 30. Coşqun müəllim. Hadisə maraqlı deyildi. Hadisə heç bir maraq, amma marağı sən verdin. Aktyorluğunla hadisəni maraqlandırdın, bizi təəccübləndirməyə vadar elədin. Normaldır. Rafael müəllim. Material tanış materialdır. Normal olaraq. Hə, normaldır. Bu gün gənclərin əksəriyyəti o təzyiqə məruz. 30 yaşına gəlib, daha yaşasın da onu. Normal idi. Üzümüz, dodağımız qaçan momentlər oldu. Nə deyək? Yola salaq. Yola salaq. Ürəyinizdə başqa sözünüz qalmadı ki. Nə deyirsiniz? Bu günün zəifini seçəkmi? Artıq müzakirələr gedir. Dəyərli insanlar əyləşib bir qərara gəlirlər. Şahinə xanım, münsiflər heyətinin fikrinə razılaşdınız? C qrupundan olan 5 komandanın çıxışlarını izlədik, fikirləri eşitdik və onların fikrincə məhz bugünkü çıxışlar dəyərləndirildi. Onların şən gəncdəki yolu bitdi. Təəssüf ki, bu günlük bitdi. Bu günlük deyəndə bu mövsümlük yarışmadakı yolları sona çatdı. Söhbət Qazax Gənclər Evindən gedir. Yox, diksiyadan getmir söhbət. Sadəcə olaraq bizə hadisənin marağı kəsb elədi. Çünki biz iki komandanın, iki Gənclər Evinin arasında qalmışdıq. Suraxanı bir də Qazax. Amma mövzu o qədər maraqlı oldu ki, bizə metro mövzusu. Metro mövzusu çox maraqlı. Səndən maraqlı oldu ya. Ona görə biz
fikrimizi dəyişdik. Düşünürəm ki, belə deyək, mən burada uduzmadım. Daha da ki, sizin dəyərli sözlərinizlə daha da ucaldıq. İnşallah gələcək zamanlarda daha gözəl bir şeylərlə başlayacağız. Sadəcə sizdən küstüm, birinci bizi çağırdınız deyə. Biz hamımıza öz doğma balamız kimi Yazıq. yaxınlaşırıq. Elə bili öz doğma balamızsınız. Amma sözün düzü tamamilə başqa. Amma sizə də şans verildi ya. Gələn dəfə belə olmayacaq. Sura xanı. Mövzu maraqlı idi. Ona görə biz onun üzərində çox müzakirə elədik. Təşəkkür edirik. Belə. Çox sağ olun. Dəyərli fikirlərinizə görə çox sağ olun. Qazax Gənclər Evinin yolu Şən Gəncdə bitdi. Həyatdakı yolları açıq olsun deyirik. Əziz tamaşaçılar, çalışın, şən olun, gənc qalın, hələlik.